Kimlər ki kursu bitirir və yaxud da universiteti bitirir, kifayət qədər təhsili var, yəni ən azından bildiyi bir sahə var və başlayır iş axtarmağa. Və iş axtaran mən çox görürəm. Məsələn, bizə kursa gəlirlər, görürəm əjdaha uşaqları var, başları işləyir. Amma digər ki, problem bilsin də hamısında. Hamısında problem psixoloji problemlərdir. Harda ki, onlar əziyyət çəkirlər. Onlar özlərinin inamları yoxdur, özlərinə güvənləri yoxdur, özlərini sevmirlər, özlərinə dəyər vermirlər, özlərini müqayisədə digərlərindən aşağı görürlər. Bütün bunlar hamısı demək olar ki, bütün tələbələri birləşdirən bir məqamdır. Və ətrafımda o qədər uşaqlar var ki, yaxşıdırlar, əjdahadırlar, amma deyək ki, onların bu limitləri onları qabağa getməyə imkan vermir. Və düzdür, mən dediklərim bəlkə də kimin üçünsə çox belə bullshit gələ bilər, boş gələ bilər ki, bu nə danışır da, yəni bu nə deməkdir, yəni məyəs kimi şey. Yəni güya söz deməklə nəsə dəyişirmi? Mən sizi çox yaxşı başa düşürəm, sizi çox yaxşı anlayıram. Bəlkə də bu video hələ sizin üçün tezdir, onu da başa düşürəm. Çünki bu videonu mənim dediklərimi anlamaq üçün müəyyən bir ego inkişaf mərhələsində qalxmaq lazımdır. Yəni pis mənada anlamayın, həqiqətən. Ola bilsin ki, kimsə inanmaya bilər, amma bir aydan sonra həyatında elə bir şey dəyişə bilər ki, o deyər ki, düz deyirsən. Mən keçən bir təlimdə oldum, biraz onu danışım. Təlimdə bir oğlan yaxınlaşdı, deyəsən adı Zauro idi, səhv eləmirəmsə. Əsgər gedəcəkdi. Təlimdə daha sonra mən danışmayacaqdım, Rüstəm müəllim danışacaqdı. Adam dedi, 2 nəfər var, sırf mənə görə gəlmişdi o məqamlara toxunduğuma görə. Adam deyir ki, müəllim, mən deyir, 2 ay bundan qabaq bu söhbəti eləsəydiniz deyərdim ki, sizin başınız xarab olubdur. Amma ki, mən deyir, həyatımda elə şey yaşadım ki, və indi sizin nə dediyinizi çox qəşəng anlayıram. Yəni, bunun anlamaq üçün, bu gedişatı hiss eləmək üçün, bu transformasiyanı görmək üçün müəyyən bir, bəzən də o dibi görmək lazımdır və yaxud da ki, müəyyən şey yaşamaq lazımdır həyatda. Yəni, o normal bir şeydir ki, siz onu görməyə bilərsiniz, həyat hiss eləməyə bilərsiniz bu dəqiqə. Ona görə də ilk növbədə nə etmək lazımdır? Baxın, əgər kursu bitirmisənsə və iş axtarırsansa, artıq ona gəlirəm. Sən nə etməlisən?